Həzrəti İbrahim əleyhissalam dedi ki, bugün qonağım yoxdur, gedim bir qonaq tapım, oturum oyla çörək yiyim. Getdi küçədə baxdı, gördü ki, bir dənə hambaldır, yük daşıyıb, yorulub, oturub nahar eləməyə. Naharı da nə? Quru çörəkləri əli ilə qırır, suyun içine atır, sındıra da bilmir. Suyun içine atır, yaş eləyib yesin. Həzrət İbrahim gördü elə bu qonaq aparmağa layiq adam. Dedi ki, gəl səni evimə nahara dəvət edirəm. Bir ax, sən kimsən? Qoy oturmuşam, çörəyimi yiyirəm, əl çək çıx get. Həzrət İbrahimə dedi. Deyir, yox, mən istəyirəm mənə qonaq olasan. Deyir, yaxşı, gedək. Keyfsiz, həvəssiz durur, gəlir. İbrahim Xəlilullahdır, Allahın Peyğəmbəri, bunu evinə dəvət edib, oturublar çörək yeməyə. Çörək yeməyə başlayın, Həzrət İbrahim deyir, Bismillahirrahmanirrahim, çörək kəsir. Bu da götürür, bozbaş verir, onlar da yemək görüb.